Herkese salam, kanalıma xoş gəldiniz. Bugün 3-cü qrupların yaralı yeri olan riyaziyyat fənni barəsində video hazırlamaq qərarına gəldim. Bu videoda sizlərə riyaziyyatı maksimum dərəcədə necə öyrənməyə çalışıram, ondan danışacağam. Ümid edirəm, faydalı və maraqlı videolar. İlk öncə gəlin mövzu sınaqlarından danışaq. Mövzu sınağı bir mövzunun daha dərindən qavranılmasına yardım etdiyi üçün mən də Oxuyan Az platformasından sınaqları alıb işləyirəm. İşlədikcə fərqli suallarla qarşılaşıram. Vaxt ilə olan sınaqlar işlədikdə isə daha çox verim alıram. Çünki bu hardasa imtahandaymış kimi hiss etdirir. Açıq sualları da bu şəkildə yazıram və beləliklə həmin mövzunu daha dərindən öyrənmiş oluram deyə bilərəm. Hamısı düz oldu. Həmin sualları işləməklə qalmıram. Riyaziyyat üçün belə bilmədiyim və yaxud fərqli sualları və onların həllərini yazdığım dəftərim var. Ora bu sualları və onların həllərini yazıram. Bu dəftəri təkrarladıqca daha çox verim alıram. Və bəli, indi isə vaxt çatdı klassik dildən danışmağa. Yəqin ki, təəccüblənmədiniz. Hamının yaxşı bələd olduğu o dildən mən də işləyirəm. Amma tək dillə işləməklə durmuram. Həmçinin güvən 11-ci sinif buraxılış və daha çətin tipli güvən 1-ci, 2-ci qrup testlərinə də müraciət edirəm. Bu da mənim bəzilərinizin yaxşı tanıdığı qayda dəftərim. Buradan da mövzular üzrə təkrarlar eləyirəm. Və son olaraq yenə sınaqlar. Amma bu sınaqlar mövzu sınaqları deyil. Mix, yəni ki, qarışıq sınaqlardır. Bu sınaqlar da hansı mövzuda daha yaxşı olmadığımı üzə çıxardır və mənə həmin mövzunu təkrarlamağım üçün, işləməyim üçün zəmin yaradır.